BMW fondu. Göndərsən. BMW fondu. Bu avtomobil yanımıza yaxınlaşanda deməli qızdırma probleminə yaxınlaşmışdı. 2000 gəlir. Göndər. Qızdırma probleminə yaxınlaşmışdı deməli. Avtomobili biz nə elədik? Avtomobili yoxlanış elədik, keçirtdik və motorun axırda yığılması qərarına gəldik ki, mühərrik yığılmalıdır. Avtomobilin deməli mühərrikin sökdük, gilizlərinə baxdıq, porşenlərinə, gilizlərinə baxdıq və göndərdik qalovka ustasına. Bütün gilizlər vuruldu, porşenlər hamısı orijinalla yığıldı. İnşallah ki, gördüyünüz kimi də yığılır. Bütün porşenlərin hamısı orijinal mahlə ilə, özü ilə. Bütün koysalarına kimi. Hər bir şeyə orijinal. Yaxınlaş bura. Bütün prokladka sistemi hamısı orijinal. Arxa sanlikinə kimi hamısı orijinal. Sepbaşmaq dəsti İbis orijinal. Gördüyünüz kimi alt sep. Bu üstə. Bu da üst sep. Hamısı orijinal İbis. Bu da üst seplər. Gördüyünüz kimi hamısı orijinaldır. İndi kutusundan açım. Aha. Orijinallarda burada dövmə yazı olur. Görürsünüz yağın içindədir. Dövmə yazı olur və burada FB İbis yazılır. Gördüyünüz kimi FB İbis. Bütün detalların hamısı orijinal olmaq şərti ilə avtomobildə bütün nə işlər varsa görüləcək. Restoranik mühərrikdir, restoranik porşenlərdən, yəni böyük ətəkli porşenlərdən də yığdıq ki, avtomobil daha ideal vəziyyətdə olsun və inşallah ki, mühərriki ilə üzərinə yerləşdirəndən sonra avtomobil sahibinə təhvil verəcəyik. Avtomobildə ümumi nə problem varsa hamısını aradan qaldırıb avtomobil sahibinə təhvil verəcəyik ki, çünki sonunda biz gördüyümüz işlə bağlı yekun olaraq müştəriyə zəmanət veririk. Çünki bütün bu gördüyünüz ehtiyatçılar bizdəndir. Deyək ki, avtomobilə qabaq sanlik qoyduq, misal üçün bu qabaq sanlikdə, misal üçün. Bax, bu açıram, bax, qabaq sanliki. Deyək ki, bu qoyduğumuz detalın hər hansısa birində problem olsa, misal olaraq qabaq sanlikdə. Bu sanlikin birində problemi olsa, bu sanliki də dəyişirik. Yeri gələndə müştəridən nə əlaq qalırıq, nə də ehtiyat səsinin pulunu alırıq. Çünki biz sonunda yazılı formada və rəsmi peçatımızla bir yerdə müştəriyə zəmanət veririk. Bundan əlavə olaraq 3 dənə də belə bir mühərrikimiz var. Birində porşen partlayıb, gidrodar görüb, yanma kamerasında yanma normadan çox getdiyinə görə porşen partlayıb altdan. Onlar yığılacaq. Obisində də yenə yağ, su, antifriz qarışıb, yəni blokunda problem var. Yəni, əziz izləyicilər, avtoklinik olaraq bütün BMW-lərə, yəni F və C seriyalarının hamısına həm mühərrik işi, həm elektrik işi, həm ümumi qulluq hər bir şey eləyirik. Kim istəsə bizlə əlaqə saxlaya bilərlər. Təşəkkürlər, izləmədə qalın.